Hazırda o qədər mürəkkəb proseslər gedir ki, hər kiçik nüans belə birbaşa siyasi vəziyyəti tətikləyə bilər. Dünyada elə bir radio stansiyası var ki, sanki heç kim tərəfindən idarə olunmur, amma heç vaxt da dayanmır. Heç bir reklamı yoxdur. Nə DJ, nə aparıcı, hətta mikrofon arxasında canlı birinin olub-olmadığı belə bəlli deyil. Amma yenə də o 50 ilə yaxındır ki, nəfəs alır və sanki bir şeyi gözləyir. UVB 76. Əslində ona belə səslənmirlər. Bütün dünyada onu The Buzzer və ya Qiyamət radiosu adlandırırlar. Yəni zəngçi, amma bu günə qədər onun nəyi xəbərdarlıq etdiyi, nəyi bizə bildirdiyi hələ də sirr olaraq qalmaqdadır. Rusiyanın haralarındasa, bəlkə də meşələrin arasında, tərk edilmiş bir hərbi bazada, bəlkə də yerin altında bir cihaz hər saniyə deyərək dünyada nəsə deməyə çalışır. Bu səs ilk dəfə 1970-ci ildə eşidilib. Sovet vaxtının ən qaranlıq dövründə. O vaxt soyuq müharibə hələ də davam edirdi. Hər şeyin altında şübhə, casusluq, kodlar, şifrələrə gizlənirdi. Və elə o vaxtdan bu radio sadəcə var. Sanki bir nöqtəyə sancılmış bir iynə kimi dünyanın damarına batmış, bəzən sirli şəkildə özünü büruzə verən və hələ də çıxarılmayan. Nə dünya, nə Rusiya heç vaxt bu stansiyanın varoluşunu təsdiqləməyib. İzinə düşən bir çox insanlardan isə xəbər alınmadığı barədə çoxlu şairlər gəzir. UVB 76-nın dinləyənlərin çoxu deyir ki, bu radio susarsa qorxmağa başlayın. Çünki Buzzer'ın səsi əslində bir aktivlik göstəricisidir. Bəziləri inanır ki, bu siqnal Rusiya hərbi infrastrukturunun bir hissəsidir. Yəni, açıq danışsaq, stansiyanın dayanması Rusiyadakı nüvə obyektlərinin dünyadakı öncədən müəyyən edilmiş hədəflərə nüvə silahının buraxılması ilə əlaqələndirirlər. Xüsusən də Vladimir Vladimiroviç Putinin. Но я все-таки как гражданин России и глава российского государства тогда хочу задаться вопросом, а зачем нам такой мир, если там не будет России? Rusiya olmayan bir dünya bizə nə üçün lazımdır deməsi ilə bu faktlar üst-üstə düşür. Bəziləri isə Buzzer'ın dayanmadığını və oradan gələn təkrarlanan səsin dəyişməsini böyük bir fəlakətin başlanğıcı kimi görür. Doğrudur, bu iddiaları təsdiqləyən heç bir rəsmi açıqlama yoxdur. Amma maraqlısı odur ki, heç kim bu iddianı təkzib də etmir. Bu radioya illərdir qulaq asan insanlar var. Bəziləri üçün bu hobi deyil, obsessiyadır. Çünki Buzzer'ın səsi bəzən dayanır, bəzən 10 saniyə, bəzən 2 dəqiqə və o anda radio qəfil canlanır. Bir səs, bir qapı cırıltısı, uzaqdan kiminsə addımları, sanki təsadüfən mikrofona yaxınlaşıb, təsadüfən düyməyə basıblar, amma bu təsadüflər məncə çoxdur. Təbii ki, buna təsadüf demək də ağılsızlıqdır. Bəzən rusca səslər eşidilir, bunlardan ən aydını isə baxın budur. Николай, Женя, Татьяна, Иван. Николай, Женя, Татьяна, Иван. 89, 905. Борис, Леонид, Елена, Федор, Ольга, Павел, Ульяна, Федор. 40, 97, 55, 73. Bu sözlərin mənası, məntiqi ardıcıllığı, açığı bilinmir. Bəlkə də kodlardır, bəlkə də heç bir məna daşımır və məqsəd sadəcə dünyanı çaşdırmaqdır. Amma hamı eyni sualı verir. Bu mesajları kim göndərir və kimə göndərir? Və indi gəlirik ən qorxulu hissəyə. 2020-ci il fevral ayının 8-i Qiyamət radiosunun 4625 kHz tezliyində 50 ildən çoxdur davam edən yayımında dəyişiklik müşahidə olundu. Təbii ki, bu radio önündə keşik çəkən və bu gizli siqnalları aşkarlamağa çalışanların diqqətindən heç vaxt qaça bilməzdi. Radioda deyilənlər bunlar idi. Bu aktivlikdən bir neçə gün sonra
günümüzə qədər davam edən Rusiya-Ukrayna müharibəsi başladı. Maraqlısı budur ki, müharibə dövründə UVB-76 gündəlik bir çox dəfə siqnallar ötürməyə başladı. Bəzən aydın eşidilsə də, bəzən qulaq qanmayacaq dərəcədə zəif səslər eşidildi. Amma bunlar belə sirli qiyamət radiosunun gerçək olub olmadığını, haradan yayım etdiyini və niyə etdiyini ortaya çıxara bilmədi. Bəzən bu səslərin hakerlər tərəfindən tezliklə də keçirilərək dəyişildiyi deyilir. Bəzən isə bunun mənasının yalnız yüksək rütbəli Rus komandanlarında gizli olduğu qeyd edilir. Amma gerçəyi doğrudan da heç kəs bilmir. Və dünən 30 dekabr 2025-ci ildə Qiyamət radiosu Pyotr İliç Çaykovskinin Qu Gölü əsərini səsləndirdi. Və yenidən monoton sükuta qərq oldu. Önümüzdəki günlərdə isə nə olacağını nə mən bilirəm, nə də siz. Kim bilir, bəlkə də heç olmayacaq. Bəlkə də UVB-76 sadəcə təmir olunur. Bəlkə yeni aparat sınaqdan keçirilir. Bəlkə də biz bütün bunları öz beynimizdə böyüdürük. Amma bəlkə də bu musiqi yaxınlaşan bir şeyin xəbərçisidir. Çünki UVB-76 varsa, demək hələ də sistem işləyir. Hələ də o qaranlıq maşın nəfəs alır və hələ də nəsə gözləyir. Hələ də bizi izləyir və ən pisi, biz bilmirik o nə istəyir. Bəzən düşünürəm, görəsən nə vaxtsa bazının səsi birdən dayansa və radio susub əvəzində təkcə sükut qalsa, bu yaxşı xəbərdir, yoxsa pis? Səncə UVB-76 nədir? Hərbi şəbəkənin gizli damarları, qlobal bir sistemin açarı, yoxsa sadəcə bir təsadüf və hətta mif? Yorumlara yaz, məni izlə, çünki unutmadan, UVB-76 tək deyil. Dünyada onun kimi başqa belə stansiyalar da var. Onlar da danışırlar, bəzən isə susurlar və əslində sükut bəzən səsdən daha çox şey deyir. Salamat qalın.